Kitabın birində hiss olunur ki, kitab yandırılıb, amma kitab yanmayıb. Hətta iydən də hiss olunur ki, kitab yəni yandırılıb və orada yanıq izlər də var, amma kitab yanmayıb. Masallıda 19-cu əsrə aid 9 kitab tapılıb. Rayon sakini Rauf Cəbiyev kitabları Çaykəş çayından tapdığını bildirir. Mənim bir tanışım məlumat verdi. Dağ relyefli Məmmədyoba Tuyado kəndinə gedən yolun kənarında, yəni orada çay axır, çayın kənarında 3 kisə kitab var. Maraqlı olduğu üçün axşam saatlarında həmin əraziyə getdim və orada bir kisə aşkarladım. Digər kisəni aşkarlaya bilmədim. Buna səbəb çayda intensiv yağışlar səbəbindən selin olması idi. Kitablar aşkarlanan sonra din xadimlərinə göstərdim. Bildirdilər ki, kitablar 19-cu əsrin əvvəldən təsərrüf edir. Yəni kitablar yazılıb şikəstə üslubunda və bu üslubda kitablar 1934-cü ilə kimi yazılıb. Kitabların üzü heyvan dərisindəndir. Qeyd edim ki, bu kitabda yazılı, yəni oxu din xadimə dediyinə görə yazılar peyğəmbərlərimizin hədisləri, imamlarımız haqqında və Quranın təsviridir.